Salam, xoş gördük. Salam mənim gözəl qardaşım. Yenə ekskluziv evlər bizim kanaldan. Masazırın bugünkü elə bir ərazisindəki çox ideal, çox bir gözəl ərazidir. 4 sotun içində sizə şəxsi, tikili bir mülki çəkəcəyi Allahın izni ilə təqdimat eləcəyik. Baba, əsas bu toğlar üçün tövləni zaten təqdimat elədə. Bu toğlar üçün tövləsidir, hörmətli kanal izləyicilərimiz. Bax, belə tikintisi əlavə həyətin içində tövləsidir. Burada da ki, meyvə ağaclarıdır, dekorativ güllərinə kimi var. Mən əkilib də burada pomidor, xiyar, badımcan hamısını əkilib Allah'a şükür. Bildiyi kənd həyatı. Qəşəng. Rayona gelməyə ehtiyac yoxdur, elə. Burada olmağın bəs edir. Yerləşmə yeri hündür yerdə yerləşir. Altınövrələ məktəbin yanında yerləşir. Evimizin giriş tarbası bax burada belə bir gözəl bir navəsi bax burada yerləşir. Şəxsi tikili hörmətli kanal izləyicilər, yol asfaltdır. Buradan da bir daha mən sizə görsədim. Bax belə bir həyət yanı sahəsinə malikdir. Burada əlavə olaraq əl yumaq üçün moykası, sanitar qovşağı hamısı var. Evimizin giriş qapısıdır. Kombi olmalıdır sözsüz. Çox kombi olmasın evdə. Hər tərəfdən məsafə saxlanılır, 1 metrdən çox məsafədə saxlanılır. İndi isə evimizin içində mən tanışacağım. İnşallah ev olmayan insanlar Allah Taala belə gözəl evlər qismət etsin. Kanalımıza abunə olmağı, video bəyənməyi unutmayın ki, yeni satışa çıxmış evlərlə birinci növbədə tanış ola biləsiniz. Evimizin giriş koridor sistemi hörmətli kanal izləyicilərimiz. Solda mətbəximiz, yataq otağımız, qonaq otağımız, yataq otağımız və burada əlavə olaraq evimizin belə plastikdən yığılmasan balkonu var. Yəni burada da girdiniz, qapıdan gedib paltar ayaqqabını qoydunuz, rahatsın evinizin keçmiyorlar. Burası sanitar qovşağıdır. Evin içində olan sanitar qovşağı çöldə də var. İndi isə mən sizi bir-bir otaqlarla tanış edim. Qiymət bir daha xatırladım, 140 min manatadır. Sözsüz ki, real alacağını endirim olacaq. Şəxsi tikili qoşadaş. Fundamenti 81 metrəyə hörmətli kanal izləyicilərimiz. Evimiz qismən əşya satılır. Yerləşmə yeri bir daha xatırladım ki, Masazırda çox gözəl bir yerdə. Altınövrə məktəbinin tam yaxınlığında yerləşir. Yol asfaltdır. Burası evimizin belə bir gözəl bir qonaq otağı da burada mövcuddur. Pəncərəsi qonaq otağını görə bilərsiniz. Birbaşa öz həyətinə baxır, navesinə baxır. İnşallah ev olmayan insanlar Allah Taala belə gözəl evlər qismət etsin. Kanalımıza abunə olmağı, video bəyənməyi unutmayın ki, yeni satışa çıxmış evlərin birinci növbədə tanış ola biləsiniz. Salam Məlli. Yataq otağı da genişdir. Düzələ burada sol tərəfdə şifahi zad qoyulub, amma yetərincə genişdir.